12 ildir toxuculuq işi ilə məşğulam. Əvvəllər uşaq paltarları toxuyurdum uşaqlar üçün. Sonradan getdikcə öz işimi böyütməyə başladım. Uşaq kuklaları toxudum, gül səbətləri toxumuşam gördüyünüz kimi. Böyük şalları, böyük insanlar üçün kim nə sifariş eləsə, yəni onları toxuyuram. 8 marta aid ən çox sifarişlərim olur. Güllər ən çox müəllimələr üçün, valideynlər üçün. Novruz bayramı vaxtı belə bir səmənlər toxuyuram. Novruz bayramına aid. Burada səmənidir, bu da yumurta qavlarıdır. Belə şeyləri həm internet vasitəsilə paylaşıram, çox bəyənmə də gəlir və sifariş də gəlir. Mənim müştərilərim var, məsələn, Azərbaycanın müxtəlif bölgələrindən. Onlar mənim mağazama gələ bilmir. Heç mənim mağazamın yerini də tanımır. Mən onlara görüntülü zəng vasitəsilə göstərirəm. Məsələn, bu gülüm var, bu var. Məsələn, bəyəndiyini bəyənir, bəyənmədiyini yenidən sifariş edir ki, məsələn, bu böyükdür, bu balacadır, bunun böyüyünü toxu. Elə sifarişlər götürürəm və göndərirəm. Əvvəllər kəndimizə internet çəkilməmişdən öncə megabayt götürürdük, onu ancaq evdə bir nəfər istifadə edə bilirdi. Həm baha başa otururdu, həm də ancaq bir nəfər üçün olurdu. Aztelekom şirkəti kəndimizə internet çəkib. Bu internet çəkiləndən sonra biz sənədlərimizi də evdə çölə çıxmadan, rayona getmədən həll edə bilirik. Kommunal ödənişlərimizi də həm sürəti yaxşıdır, həm evdə hər kəs istifadə edə bilir. Yayda kəndimizə gələn qonaqlar var. Əvvəl bunlar gələndə məsələn 5 gün, 10 gün, bir həftə qalırdılarsa, indi rahat şəkildə 1 ay, 2 ay, ya bütün yay uzunu gəlib qalıb həm istirahət edirlər. İstirahət eləsələr də, yəni kənddə ola şəhərdəki işlərini internet vasitəsilə idarə edirlər.